Seçkilərin monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və onunla birlikdə təqsirləndirilən Anar Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi yekun mərhələyə çatıb. Reporta istinadən xəbər veririk ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən növbəti iclasda məhkəmə istintaqının başa çatdığı elan edilib. Bundan sonra proses tərəflərin məhkəmə çıxışları ilə davam edib. Dövlət ittihamçısı məhkəmədən Anar Məmmədlinin 14 il, Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyir. Məhkəmə prosesinin növbəti iclası avqustun 7-sinə təyin edilib. Həmin iclasda müdafiə tərəfinin çıxışları və təqsirləndirilən şəxslərin son söz hüququndan istifadə etməsi gözlənilir. Xatırladaq ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və barəsində həbs qəti imkan tədbiri seçilib. İş üzrə digər təqsirləndirilən şəxs Anar Abdullayev barəsində isə məhkəməyədək polisin nəzarətinə verilmə qəti imkan tədbiri seçilib. İstintaqın versiyasına görə onlar qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, qaçaqmalçılıq, vergi və icbari sosial ödənişlərdən yayınma, eləcə də rəsmi sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə ilə bağlı Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə ittiham olunurlar. Məhkəmə araşdırması başa çatdıqdan iş üzrə yekun qərarın növbəti məhkəmə iclasında elan ediləcəyi gözlənilir.